İslam bankçılığı bizə demədi ki, sən cüzə yemə. Bu gəldi sadəcə bizə, amma bir də var cüzəni götürüb üzü qibləyə qoysan, bismillahla kəssən, olası da halal. Yəni İslam banklarına mən adından ki, Azərbaycanda xeyriyyə təşkilatı kimi baxırlar. Amma bu şeyin adında bank varsa və deməli burada kimsə də necə deyirlər, qazanmalıdır da. Bəli. Yəni o xeyriyyə təşkilatı olsa elə qoyarlar ki, İslam xeyriyyə təşkilatı. Bəli. Faiz rəqəmi özü haram deyil ki, bu ədədin %1-idir. Belə bir fikir adətən formalaşırdı ki, görəsən bu İslam bankıdırsa, buradan kredit götürənlər ancaq dindar olmalıdır. Yəni bir həcilər olmalıdır. Salam hörmətli izləyicilər, Bankir Masası verilişinin növbəti buraxılışındayıq. Dünyada sürətlə inkişaf edən, Azərbaycanda isə yeni qədəm qoyan bir mövzu barəsində müzakirə aparırıq. Həmin mövzumuz İslam bankçılığıdır. Bugünkü müsahibimiz İqtisadi Resursların Öyrənmə Mərkəzinin İdarə Heyətinin sədri, İqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevdir. Ruslan müəllim, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm sizə. Xoş gördük. Necə hiss edirsiniz özünüzü? Əlhamdülillah, yaxşıdır, Allaha şükür olsun. Gözəl bir studiyada, rahat bir halda yaxşı hiss edirəm. Şükür. Ruslan müəllim, ümumiyyətlə İslam bankçılığı deyəndə insanların ağlına ilk nə gəlir? Belə bir insanlarla, belə məsələlərlə çox rastlaşmısınız yəqin. Bəli, bizim sorğularımız olubdur. Çox yaxşı dediniz, İslam bankçılığı deyəndə Azərbaycan cəmiyyətinin ağlına ilk gələn fikirlər nədir? Məsələn, biz rayonlarda, Bakıda da sorğular aparmışıq və son dövrlərdə bir ilə yaxındır ki, artıq İslam bankçılığı məhsulları, istər İslam İşə Bankı vasitəsilə, istərsə də daxili maliyyə mənbələri vasitəsilə həyata keçirilir. Artıq biz təcrübədə görürük ki, əhalidə yanlış məlumat çoxdur. Bəzilərində belə fikir var ki, burada faizsiz kredit deyəndə, ya da İslam maliyyəsi deyəndə, burada pulu verirlər. Borc kimi 10.000 manatı. 10.000 manatı bir müddətdən sonra qaytaracaqsan. Sonra bəziləri elə fikirləşirlər ki, burada köməkdarlıq edirlər. Məsələn, kimin ki ehtiyacı var, borcu var, o birisi banklara, onları necə deyək, bağlamaq üçün burada vəsait verirlər, təqdim edirlər. Yəni belə bir informasiyalar çoxdur. Ondan sonra bəziləri fikirləşir ki, bəli, buradan mən pul götürəcəm. Görsəm ki, işim alınsa, bura pul verəcəm. İşim alınmasa, heç nə verməyəcəm. Hətta pulları da bata bilər. Yəni bir xeyriyyə təşkilatı kimi baxırlar da banklara. Bəli, bir dəfə bu məqalə çıxmışdı, orada da yazmışdılar bu ki, yəni İslam banklarına mən adından ki, Azərbaycanda xeyriyyə təşkilatı kimi baxırlar. Amma bu şeyin adında bank varsa və deməli burada kimsə də necə deyirlər, qazanmalıdır da. Bəli, yəni o xeyriyyə təşkilatı olsa elə qoyarlar ki, İslam xeyriyyə təşkilatı. Mənim özümə ən çox verilən birdən suallar olur ki, yaxşı, İslam bankçılığında faiz yoxdursa bank nətər qazanır? Yəqin ki, bu sizə də bu sualı verirlər ki, yəni faiz yoxdursa bank nədən qazanır? Bax, sadə bir şey deyim də, yəni İslamda bir məhsulu götürək də, məhsullar çoxdur. Deyək ki, bir insana borcu pul, 10.000 manatı verir ki, bunu borc şəklində vermək və demək ki, bir ildən sonra mənə bunun üzərində bir 10%-ni 1000 manat pul qaytaracaqsan, bu olmaz, qadağan olunubdur. Riba. Bəli, riba. Sayılır, bəli. Amma məsəl üçün deyək, bu İslam bankları necə işləyir? Banklar məsələn insanlara kredit verir, hər hansı borc verir də. Məsələn, əməliyyat üçün borc verir ki, bir müddətdən sonra mənə bunun üzərində pul qaytaracaq. İslam bankında isə deyək ki, murabaha məhsuludur. Götürür bir avadanlığı sizin yerinizə alır. Yəni ticarətçi kimi alır. Alır 10.000-ə, sizə bunu satır 11.000-ə. Deyək ki, siz də bir ildən sonra həm 10.000-i qaytaracaq da üstündə də 1000 manat pul qaytaracaq. Bu 1000 manatı o qazanmış olur. Yəni birbaşa borc pulunu vermək qadağandır. Amma malı alıb, malı satmaqsa, bu halaldır. Bu ticarətdir yəni. Bəli, o Quran-Kərimdə ayət də var da, biz deyək, alış-verişi halal, faizi isə, ribanı isə haram etdik. Yəni, faizdə əməliyyat haramdır, alış-veriş üzərindən qazanırsanız halaldır. İslam bankçılığı bizə demədi ki, sən cüzə yemə.
Bu gəldi sadəcə bizə. Amma bir də var, cüzəni götürüb üzü qibləyə qoysan, bismillahla kəssən, olası da halal. Yəni nəticədə ikisində də cüzə yeysən. Bu fikri necə aşılayırsınız? Yəni demək istəyirəm, nəticədə klassik bank da olsa, İslam bankı da olsa, nəticədə hər ikisi mənfəət qazanır, düzdürmü? Bəli, yəni fikir oxşarlıqları necə? Bəli, bax, əslində o gözəl bir fikirdir. Yəni bu evliliyə də aiddir. Yəni əslində çox vaxt bu məsələnin çətin anlayılanda deyirik ki, evlilik necə belə deyək ki, halal yolla, nikah yolla olan bu halaldır. Yəni bizim sonda, yəni əldə edəcəyimiz mənfəət, necə ki faizli bankda da mənfəətə işləyir, burada da hamısı mənfəətə işləyir. Burada da yenə də necə deyirlər, məhsullar veriləndə də sonda bir əlavə gəlir, mənfəət var. Belə baxanda burada da o mənfəətlər faizlə göstərilir. Çünki faiz rəqəmi özü haram deyil ki, bu ədədin %1-idir. Öz kitabımda bunu yazmışım ki, ədədin %1-idir bu, riyazi hesablamadır. Ona görə bugün Dubayda gedəndə, Türkiyənin özündə gedəndə hər hansı bir məhsulla bağlı soruşanda deyir ki, illik 9% gələcək bunun üzərinə. Amma qazanc olaraq, halal işte. Yəni İslam bankçılığında, bəli, İslam bankçılığında əməliyyatlar, arxa əməliyyatlar ki var, müqavilələr, şərtlər, əqdlər, razılaşma metodları ki var, bunlar hamısı şəriətə uyğundur, halal prinsip əsasında aparılır. Amma sonda hamının əldə edəcəyi və sonda da yəni məsələn avadanlıqdır, istehsalın inkişafıdır, yəni istehsalın inkişafını əldə edirsən, o birisi sonda gələn necə deyirlər, pulu artacaqdır, nəticə eynidir. Nəticə dəyişmir. Amma sadəcə də sizə o nəticəni halal yolla verirlər. Əla, izahınız üçün çox sağ olun. Mənim yadımdadır, biz birində Bakı Fond Birjasında sizin bir təşkil edədiyiniz tədbirdə idi. Adicə bir xanım var idi. Hətta bir növ iddia eləyirdi, küsürdü ki, mənə niyə 100 min verib 100 min kimi də geri almırlar. Bəli. Mən xanıma orada fasilədə izah eləməyə çalışdım ki, xanım, sizin öz 100 mininizi 3 illik kiməsə verib, sonra 100 min formasında geri alarsan, deyir, yox. Deyirəm ki, niyə? Ən azı pul dəyərini inflyasiyada itirir də. Düzdür? Yəni, bahalaşma gedibsə, deyir, hə, elədir də. Deyirəm, bəs onda siz niyə İslam bankından gözləntiniz budur ki, mənə 100 min versin, 3 ildən sonra da 100 min olduğu kimi geri alsın, üstündə heç nə qazanmasın bank. O məsələ nədən irəli gəlir? Çünki bizdə düşüncə çox vaxt belədir ki, bu İslam bankı deyəndə əksər insanların da bax bir dənə də yanlış fikirdir ki, yəni biz bunu İslam İnkişaf Bankı kimi düşünürük. Bu İslam İnkişaf Bankının bəli 57-dən üzvü olan dövlətin İslam İnkişaf Bankıdır. Amma İslam aləmində İslam İnkişaf Bankı özü bir bankdır. Yəni dünyada 668 dənə ayrı bank var. Xan Bank var, Xeybər Bank var, Bank Sadarat var, Albaraka Bank var, Bank Raci var. Nə qədər banklar var? 668 İslam bankı var. Bəli, onların pəncərə modelindən yoxsa necə? 256-sı pəncərədir. Pəncərə. 256-sı pəncərədir, qalanı da elə ki, İslam ayrı bank. Amma ümumilikdə ikisi biri 668. Bu 2025-ci ilin dekabrında olan məlumat. Yəni 2026-nın yanvarın 1-də olan məlumat. İndi məsələ bundan ibarətdir ki, biz bank deyəndə bank nədir? Bank ənənəvi bankçılıq, ümumiyyətlə İslamda da bankçılıq vasitəçi xidməti, maliyyə vasitəçi təşkilatdır. Yəni kimin pulu var, pulu olanlardan yığır, kimin də ehtiyacı var, verir. Bu yığanda cəmaət evindən pulu boş-boşdan gətirib vermir. Yığanda bu nəsə vəd verməlidir. Axı sən qazanc götürəcəksən, bir evində qoymaqdansa gətir bura qoy günə. Düzdür? Yəni orada pul qoyanlar bizim kimi vətəndaşlardır da. Biz özümüz kimdirsə ayrı vətəndaş. O da aparıb deyir ki, mən evdə saxlayayım, aparım. O fikirləşsə ki, evdə saxlayıb, aparıb banka qoysa, bir ildən sonra eyni pul mənə qaytaracaq, sonra evdə saxlayar da. Onu nə qalmalıdır bank? Bir şirinlikləndirməlidir. Bu nə də ortaqlığa cəlb edir. Deyir ki, bax nə qədər var evində? 10 min. Gətir qoy, ortaq işdə. Sən də məsələn deyək ki, 80-20-yə ortaq oldu. Sabahlan gəlsə, bunun 80%-ni sağ verəcək. O deyir ki, mən daha evdə saxlamaqdansa aparım banka qoyum. Demək, nə oldu? Bu adamla 80-20 razılaşıb bu pulu gətdi. İndi bu pulu da kiməsə satmalıdır ki, qazanc götürsün, özünün də qazancını götürsün. Və bu adama da pul qaytarsın. Yəni, bu günlərim İslam bankçılığında baxanda o vasitəçi göstərən bank, məsəl üçün, ümumi əməliyyatda 3-4% qazanır.
Yəni əsas qazananlar götürəndir, bir də necə deyirlər, ora pul qoyandır. Yəni bu vasitəçi xidmət. Ona görə də bizdə ümumiyyətlə bu anlayış dəyişməlidir ki, bankın özü hansı çap maşınla pul kəsib qoymur ora və ya da pulu dağıtmağa, paylamağa yer tapan bir şey, yer tapmayan bir yer deyil bu. Bu kimdənsə borc alır. O da ki, borc alır, borcu verir də yəni. Məsələn, deyək ki, Türkiyənin özündə 12-yə yaxın İslam bankı var. Dubayın özündə ondan çoxdur. Məsələn, deyək ki, Malayziyada çoxlu sayda var da. Bunlar özləri də rəqabət aparır da. Bunlar da insanları müxtəlif variantlarla, müxtəlif şəkildə cəlb edirlər ki, onlar ora vəsait yerləşdirsinlər. Əlbəttə. Sonra da bu vəsaiti digər şəxslərə, digər adamlara verməyə başlayırlar. Hə, burada bir məsələ də var ki, ola bilər ki, yəni bu da istisnası bir haldır ki, yəni İslam bankları bu bankçılıq fəaliyyətinə yanaşı olaraq da onlar insanlardan sədəqədir, qarz-ı həsən borcları deyilən borclar var. Məsələn, faizsiz borclar var. Hə, onları da cəlb eləyirlər. Onları da cəlb eləyəndə, məsələn, adam var ki, deyir ki, mən evimdə 10.000 manatı saxlamaqdansa, banka deyir ki, mən sənin heç bir xeyrini istəmirəm, bu hesabım səndə olsun, müqavilə bağlayın. Sən də orada bu şəkildə verərsən kiməsə, yəni borc kimi ver, borc kimi qaytarsın. Onu da bank kimə verir? Məsələn, bu ənənəvi müştərilər ki, yoxdur, yaxşı işləyən, eləyən, onların çətin vəziyyətə düşəndə qısa müddətdə onlara, belə deyək ki, borc kimi verir. Elə İslam kredit kartları ondan ibarətdir. Kredit kartları ki, verir, məsələn, gedirsən, bazarlıq edirsən, sonra qaytarırsan. Orada pul almır. Yəni klassik bankçılığın bir növ taksit kartı. Kredit kartı. Bəli, klassik bankçılığın kredit kartı qarz-ı həsən borcu vasitəsilə həyata keçir. Aydındır. Ha, bu mənim üçün də maraqlı idi. Yəni ona görə danışır, müxtəlif alətlərə keçək ki, birindən digəri yol açılır yəni. Bir məqam, bax, həmişə mənim beynimdə özümdə ilişən suallardan biri nə olubdur? Məsələn, biz o TİKA layihəsindən oxuyanda yadınıza gəlirsə, sizin təşkilatçılığınızla, burada bizə İstanbul Zaim Üniversitesi və professorlar və s. yəni türk mənşəli professorlar, Sakarya Üniversiteti və s. idi. Yəni bizim o xəttdə bir növ hocalarımız türklər idi də, düzdür. Amma bir də Dubay xəttində ortada bir təzad, məsəl üçün bu iki alimlərin yanaşmasında bir fərq var idi. Xüsusən müştəri davranışında, ödəniş vaxtında getməsə, cərimə məsələsi. Bəli. Məsəl üçün bizə net bir yerdə demişdilər ki, cərimə almaq olmaz, haramdır, bu havayı puldur. Bəli. Amma bir yerdə də dedilər ki, müştərini tərbiyə etmək niyyəti ilə almaq olar. Bəli. Yəni bununla bağlı hansısa bir beynəlxalq standart varmı? Varsa ümumiyyətlə sizcə hansı doğrudur? Bu təriqət həmi əsaslanır, təriqətdən irəli gələn məsələdirmi, yoxsa ümumi vahid bir çərçivəmi var? Deməli, o bizim həmən tədbir 2016-cı ildə olmuşdur. Bəli, yadımdadır. Niyə o ili deyirəm? Çünki onunla bağlı aydın məsələlər, aydınlaşmalar 2018-ci ildən sonraya düşdü. Deməli, o həmən dövr idi ki, o Türkiyədən də gələndə, elə Türkiyənin özündə də bankların nəzdində şəriət şuraları var idi. Hər bankın nəzdində olan şəriət şurası özü müstəqil qərarlar verirdilər vəziyyətə görə, fətvalar verirdilər. İndi artıq elə deyil, çünki onlarda artıq ümumi şəriət şurası yaradılıbdır. Bankların nəzdində var, amma artıq ümumi çərçivə bir yerdən idarə olunur. Yəni o bir dənə qəbul olunsa, artıq bütün Türkiyə üçün o artıq bir şəriətin qaydasını çevirib, bütün banklar onu o şəkildə riayət etməlidir. Və o cümlədən də dünyada da EOFI deyilən bir təşkilat var. Bu deməli İslam maliyyə qurumları üçün audit və mühasibatlıq təşkilatıdır. Orada da standartlar işlənir. Məsələn, indi insan dinləyicilərin əksəriyyətini tanıyırlar. Məsələn, deyək ki, Taqi Usmani var, o da rəhbərlik edir, amma orada çoxlu sayda, yüzlərlə müxtəlif alimlər olur və demək olar ki, müsəlman dünyasının bütün ölkələri orada iştirak edirlər. İldə 2 dəfə onların bir toplantıları olur və şəri fətvalar verirlər. Nədir? Gündəlik, məsələn, baş verən proseslərlə bağlı hamı problemini göndərir. Ona da fikirləşirlər ki, bununla bağlı bir qərar verir. Oradakı qərarlar, çıxan qərarlar bugünkü günə uyğundur. Ona görə də bəzi halda buna əks edənlər bir də görürsünüz ki, məsələn, keçmiş dövrdə bu fətva yoxdur, bu niyə indi var? Bu çünki dövrə görə fətvalar verilir. Bu bir. İkincisi, cərimələrlə bağlı. Cərimələrin alınması İslam şəriətinə görə caiz deyil, yəni qadağan olunmuş bir alətdir. Yəni çünki məsələn kimsə gecikdirirsə, elə
belə deyək ki, riba əddeyn də var İslamda, Quran-ı Kərimdə qadağan olunan. Məsələn, insan borcunu gecikdirirdi, yetirə bilmirdi. Məsələn, ona necə də əlavə pul ödəməlidir. Hələ məsələn belə deyək ki, biz bunu riba əl-beyin içərisində riba ən-nəsiyyədə də rastlaşırıq. Yəni bunlar nədir? Bunlar belə deyək ki, yəni gecikdirməyə görə əlavə pulun verilməsi. Gecikdirməyə görə. Bu olmaz, qadağandır. Sadəcə olaraq bütün banklar müraciət elədilər ki, biz problem yaşayırıq. Müştəri ödəmir, eləmir. Mən məsəl üçün belə deyək də, onu əvvəl nəzər baxımından oxuyurdum. İndi Azərbaycanda bu tətbiq olunanda görürəm elə bizdə də o şeylər yaranıbdır. Demək eləməsən bu artacaq. Sırf belə deyək də, elə İslam maliyyələşməsində. Eyni problem çıxır bizdə də. Türkiyənin özündə məsələn bir bankda ona fətva verdilər ki, o həmin o 2016-cı ilin tədbirimiz oldu. Orada dedilər ki, bəli, bu cərimə tətbiq olunsun. Ona görə də ora çox vaxt atəşə tutulmuşdu ki, bəli, düzgün deyil, belə elə. Çünki tam ümumi fikir yox idi. 2018-ci ildə Küveytdə böyük toplantı oldu və toplantıda həmin dedim IMF-in qurumunun rəsmi şəkildə təsdiq elədilər ki, cərimə tətbiq olunsun. Nə şəkildə? Yəni, hər hansı maliyyə qurumundan bağlı öhdəlik götürmüş şəxs gecikdirmə həyata keçirdiyi zaman həmin maliyyə qurumu aylıq borca görə və yaxud da ki, qalan borca görə müəyyən bir məbləği tutub günlük, onu vurub və o cəriməni belə deyək ki, tutaraq Şəriət Şurasının nəzarəti altında onu xeyriyyə təşkilatına göndərməlidir birbaşa. Yəni, orada bank o pulu görmür. Xeyriyyə təşkilatına göndərməlidir. Bu, belə deyək, hətta bu puldan belə deyək ki, açıqlamasında var ki, bu puldan hər hansı bir, belə deyək ki, savab, yəni niyyəti olmamalıdır. İndi pulu tullanmamız, pulu yəni necə deyərlər, sırf göndərirlər xeyriyyə təşkilatına, yəni əlillərə, müxtəlif bir şəkildə. Yəni bank oradan xeyriyyə... Niyə? Niyə bankın mənfəətinə oturmasın xeyriyyə təşkilatına Ona görə deyirlər ki, bankın mənfəətinə oturanda bank artıq fikirləşir ki, elə mənə sərf edikdə gecikmələr olsa, orada da pul qazanaraq. Hə, yəni sui-istifadəyə yol Sui-istifadə halları olmasın. Məsələn, biz indi müasir bankçılıqda görürük ki, sui-istifadə halları... Görürsən, mənim özüm də orada səhv zənnə qapılmışdım. Elə bilirdim ki, bu cərimədən gələn pul özü haramdır deyə özünə rəva bilmir deyə bunu xeyriyyə yönəldir. Yəni, orada da ayrı bir təzad çıxır ki, özünə rəva bilmədiyini yetirməmi rəva biləsən. Yox, çünki orada da sui-istifadə halları da olmasın. O məsələ də. Çünki banka gələndə, bankda savaqlarım əsaslandıra bilər ki, necə deyərlər, o pulu borcuma yönətmişəm. Çünki orada açıqlamalar var ki, yəni ümumiyyətlə audit aparılanda baxılmalıdır ki, o pul gedibdimi ora? Əslində indiki əvvəl bank götürürdü, göndərirdi xeyriyyə təşkilatı. İndi artıq sistemləşdiriblər də. O da bankın hesabı var, orada da xeyriyyə təşkilatı. Cəriməni birbaşa xeyriyyə təşkilatına köçürürsən. Amma əvvəllər bank yığıb verirdi deyə audit gəlib baxırdı ki, görüb bank onu köçürüb yoxsa yox. Aydın. O köçürmürsə o necə deyirlər, cəzalandırılırdı. Yəni ki, müəyyən bir o qaydalar çərçivəsində. Bir də Ruslan mən belə bir fikir adətən formalaşırdı ki, görəsən bu İslam bankıdırsa, buradan kredit götürənlər ancaq dindar olmalıdır. Yəni bir növ həcilər olmalıdır. Yəni bu fikir nə dərəcədə doğrudur ki, yəni İslam bankı hamı üçündürmü, hər kəs üçündürmü, yoxsa ancaq dindarlar üçündürmü? Bəli, çox gözəl bir sualdır. Yəni biz Quran-ı Kərimdə deyirik ki, Elhamdülillah Rabbil Alemin, Er-Rahmanir-Rahim. Er-Rahman yəni ki, dünyada bütün insanlara rəhmli olan Allah. Yəni Allah Teala bütün dünyada insanlara nə verirsə, bütün insanlıq üçün verir. Düzdür? Yəni namaz, oruc, həc, bunlar məsələn biz müsəlman üçündür. Amma məsələn qidadır, hər bir şey əldə eləməkdir. Bunu hər bir kəsə Allah Teala bütün bəndələrinə verir. Günlərim halal qalpasanı biz alanda, mağazına gedəndə birinci o namaz qılmasına bağlı, həcdə geyib gəlməsinə bağlı, o necə deyirlər, pasportu göstərib biz qalpas almırıq ki. Belə qalpası alanlar var ki, mən baxıram ki, elə heç ibadət eləmir, namaz qılmır deyir, bu təmizdir, bunu alacam. Maraq da böyükdür də. İslam maliyyəsi də əslində hamıya açıq olan bir şeydir. Yəni belə deyək. Bu günlərin məsələn dünyanın indi görəkdə biz, dünyada 140 ölkədə İslam maliyyələşməsi üzrə təşkilat var, 140 ölkədə. 2500-dən çox təşkilat var. 2500 az deyil bu. Maliyyə kifayət qədər ciddi rəqəmdir. 6 trilyonluq bir dövriyyə var. Yəni bu 6 trilyon. 6 trilyon. Yəni bu elə bir rəqəm deyil. İkincisi də ki 140 ölkənin 57-si müsəlman və müsəlmanın çoxlu təşkil etdiyi ölkədir. Qalan 85 ölkə qeyri-müsəlman ölkəsidir. Malaziyanın özündə İslam maliyyə alətlərindən ən çox istifadə edən Çinlilərdir.
Onu açan Çinlilərdir. Çox maraqlı. Bəli, Kamerunda var. Cənubi Afrikada iki dənə İslam bankı var. Bizdə adi bank yoxdur ayrıca. Cənubi Afrikada da 2% müsəlman var orada. Mən hətta İngiltərədə eşitmişdim. İngiltərədə 10-a çatıb artıq. Amerikada 27, 28 artıq maliyyə təşkilatının sayı. İngiltərə İslam maliyyəsində tədris və belə deyək də təhsil vermə səviyyəsinə görə dünyada müsəlman ölkələrində görsək ilk 10-luğun içindədir. Çox maraqlı. Birinci yerdədir. Yəni maraqlı. statistikaya biz baxanda hər bir şeyə görə ölkələrin yeri var. Məsələn, hətta fintechlərə görə məsələn Lüksemburq Amerikada öndədir. İlk onları düşünürüz belə. Yəni bunlar nədir? İngiltərədə bax bu günləri məsələn mən Türkiyədə getdim məsələn böyük halal forumlarda. Soruşdum, o dedi bunun ən böyüyü ilin axırında oktyabrda olacaq İngiltərədə. Dedim bax Məkkə foruma gedək, ora gedək. Bu İngiltərə gələcəkdə bütün hər yerdə olandan daha böyük olacaq. Çünki İngiltərə halal forumda daha iddialıdır. Çox maraqlıdır. Və burada avtomatik bir sual yaranır. Mənim özüm üçün də bir məntiqi bir sual yaranır ki, gəlin onda belə baxaq da. Məsəl üçün mən bir beynəlxalq bir maliyyə korporasiyasıyam. Məsəl üçün tutaq ki, maliyyə holdingiyəm. Nəm olum X maliyyə holdinqi. Bəli. Bu maliyyə holdinqi olaraq mənim gəlirlərim formalaşır klassik bankların gəlirindən. Bəli. Sabah mən X maliyyə holdinqi olaraq özümə bir İslam bankı yaradıram. Düzdürmü? Bəli. Onda sual. Əslində nümunə vermək olar. Ziraat bank var, Ziraat Katılım var. Bəli. Düzdür? Vakıf bank var, Vakıf Katılım var. Əmlak Katılım. Tamam. Xalq bank var, Yəni Katılım mən bu bankın modellər var da, düzdür? Mən bu X bankını yaratsam, bunun bir növ sərmayəsi, mayası klassik bankçılığın faizindən formalaşmışdı. Mayası haram olmadı sizdə. Belə bir şey deyim, yəni ki, ümumiyyətlə yəni bunun ümumiyyətlə sərmayənin halal haramlığına dair bir tələb varmı? Bir özümdə maraq yarandı ki, bu doğrudan da bu İslam bankçılığında sərmayəsi halal olsun, haram olsun deyə bir meyarlar varmı? Əslində bax bu çox incə bir yerə gəlib çıxdıq. Məsəl üçün deyək ki, borcun verilməsində bir adam borc verir, biri gedib faizli kredit götürür. Məsələn adam, amma siz ondan borc istəyirsiniz, amma o faizli kreditdən gətirdiyi evə puldan verir sizə borcu. Aysa. Fikirdir. Amma siz borcu alırsınız. Çünki siz pulun özünü də qaytaracaqsınız. Çünki pul mal kimi deyil. Yəni, çünki məsələn donuz özü-özlüyündə haramdır. Çünki donuzun əti haramdır. Bəli. Amma pulun isə özü olaraq özü haram deyil. Kimiz elədim. Ona görə burada nəyə baxılır, yəni əsasən? İncəlik. Bəli. Burada məsələ nədir? Çünki biz bu proseslərlə çox kişi məsələn belə deyək ki, görürük. Deməli burada həmin mənbələr birinci növbədə bəli, təbii ki, açıq bilinən məsələn deyək ki, oğurluqdur və ya terrorizmlə bağlıdır. Bunlar araşdırılır. Amma siz deyək ki, o dərəcədə dərinliyə gedə bilmir ki, məsələn belə deyək ki, bu adam qazananda, yəni bu pulu belə deyək də, yəni hardan götürübdür? Məsələn, o qədər məsələn gətirib pul qoyanlar var ki, məsələn belə ki, mənbə bəlli deyil. Bəli. Çünki adam məsələn rüşvətdən alıb gətiribdir. Doğrudur. Bəli. Məsələn, elə adam var ki, rüşvəti gətirib pulunu qoyur. O deyir, milyonçuya deyirlər, qazandığım milyon halaldır. Deyir, milyona qədərini dəqiq deyəmmərəm, amma milyondan sonrası dəqiq halaldır, pul gətirir. İndi məsələ nədəndir? İndi dinləyicilərin çoxsu deyəcək ki, bu nə qədər danışır da. Çünki niyə görə? Çünki dinləyicilərin bəzində ola bilər ki, məsələn belə deyək də, o tasavvur, müxtəlif məsələn başqa görüşlərdə orada o incəliklərə gedilir. Amma ümumi bir yanaşma var da. Məsələn, mən də şəxsən uzun müddət bu məsələyə həmişə əks edirdim ki, yox, bir araşdırılsın, görə bu necə deyərlər, hardan alıbdır, hardan qazanıbdır. Məsələn, bu dərəcədə. Mənim özüm də o fikirdə olmuşam ona görə də. Amma təcrübədə biz gördük ki, məsələn, belə Türkiyənin özündə, ərəb ölkələrində bu adam bir dənə sənədini göstərirsə, məsələn, belə deyək də, o artıq bir dənə gəlirinə baxırlar ki, yəni terrorizmlə bağlı olmasın, başqa olmasın, evində saxladığın puldur. Yəni bu şəkildə. Ona görə də o vəsaitlərin sadəcə olaraq yəni ki, ümumi bəlli bilinən bir şeylərə baxırlar. Amma deyək ki, o qazanan zaman bu işləyibdir hər hansı bir yerdə, orada məsələn deyək ki, içki istehsalında olubdur, əmək haqqı alıb orada, onu artıq soruşmurlar. İkimiz dedim, yəni gətirib ona görə də pul qoya bilir.
Amma faizli bankların nəzdində İslam Bankı açılan zaman isə faizli bankların birinci növbədə orada o mənbələr əgər borc şəklindədirsə, bax burada borcdan gedir də, borcda şeydir. Amma o puldan pul qazanılacaqsa, sərmayə qazanılacaqsa, onda diqqət edilir. Yəni borc nədir? Məsələn, mənə 10.000 verəcəksə, 10.000 geri götürəcək. Deyək ki, bir dənə faizli bank özündən 10.000 borc verir faizsiz sistemə ki, məsələn, bugünkü gündə istifadə olunsun, sonra 10.000-də olduğu kimi qaytar. Bu da verə bilir. Borcdur. Amma bir də var, çünki pul verir, heç bir qazanc. Amma artıq necə deyək, oradan qazanc götürüləcəksə, məsələn, artıq sərmayəçi kimi iştirak edəcək, ona necə deyirlər, artıq oradan istifadə olunmur. Bunun gəlirləri də məhz dindar insanlar, dindar deyək ki, yəni deyək ki, digər o halal mənbələr ki var, artıq sərmayəçi kimi cəlb olunur. Yəni biz borc ayrıdır. Çünki İslam bankları açılan zaman həmin faizli bankların nəzdində bəzi hallarda məcbur olurlar, yəni ana banklardan borc kimi istifadə etməyə. Nəyə? Reklamlara, məsəl üçün belə də ilkin olaraq bina, tərtibat, bu kimi oradan borclar götürülür. Həmin borcda olduğu kimi də qaytarılır. Sərmayə kimi cəlb olunur. Amma gələcəkdə bütün bunlar hamısı qurularkən elə indinin özündə də sırf dövriyyədə istifadə olunan pullar ki var, onlar artıq necə deyirlər, halal yoldan gəlir, yəni dediyimiz kimi və halal şəkildə də xərclənməlidir. Bəli, bu tamamilə ayrıdır. O pul bankın digər əməliyyatlarına qarışmır, mühasibatlığı ayrıca aparılır. Onun hesabatları da ayrıca görülür, hesablar da ayrıca açılır yəni ki. Yəni bu və buna da şəriət şuraları nəzarət edirlər. Bir dənə məqam, məsəl üçün, adi klassik bankda kredit veriləndə kreditin verilib verilməməsinə dair qərarı verir kredit komitəsi. Bəli. Bəs İslam Bankında necə? Bayaqdan şəriət komitəsi və s. deyirik. Burada şəriət komitəsi ayrıdırmı, yoxsa kredit yəni vəsaiti maliyyələşdirən komitə ayrıdırmı? O hansı komitədir? Ümumiyyətlə bu fərq nədir? Model fərqləri? Ümumiyyətlə bax bu günlərim Azərbaycanda da biz faktiki onu görürük. Bu günlərim çox müraciət edənlər var. Elə bir də görürsən ki, elə birbaşa deyirlər ki, nə oldu elə o birisi banklar kimi burada da yoxurlar adamı. Elə burada da eyni şeylər istəyir. Mən o birisi banklar da istəmişlər. Bu da İslamın nə fərq oldu? İslam bankının nə fərq oldu? Mən heç Azərbaycanı qoyum qırağa. Və Türkiyənin özünü götürək, məsələn deyək ki, ərəb ölkələrini götürək, digər yerdə olar. Bunun 5C qaydası var da. Məsəl üçün bir müştəriyə vəsait verilməmişdən qabaq onun kredit ödəmə qabiliyyəti. Yəni bunun kimisə qabağında öhdülüyü varmı? Əvvəllər ümumiyyətlə vəsait alanda kimsə nə şəkildə ödəyibdir? Səliqəli şəkildə ödəyibdirmi, yoxsa yox? Öz vəsaiti nədir? Və yaxud da himayəsində kimsə var? Məsələn deyək ki, girovlara qoyubdurmu? Girov ehtiyatları nə qədərdir? Eyni digər banklarda nə tələb varsa, eyni burada da var. Aydın. Çünki o tələb, o haram deyil ki. O əməliyyatdır. Sən birinə borc verəndə riski qiymətləndirməsidir. O riski qiymətləndirməsidir. Yəni burada o demək deyil ki, məsələn bizə bir ara məsələn gəldilər, müraciət edədilər, dindar qardaşlar da məsələn dedilər ki, biz adımızı yazdıraq, bizim adımızı ümumilikdə verin o banklara ki, bizə pul ayırsınlar. Dedim nəyə görə? Ki yəni qoy bilsən ki, siz təminat verirsiniz ki, biz yaxşı dindarı deməyə belə deyək də. Dedim valla indi bu dindarlıq belədir ki, bizim Allah qarşısında vəzifəmizdir. Yəni orada dindarlıq yox, orada artıq maliyyə ilə mən çıxmalıyam qabağa. Maliyyə idarəçiliyim, vəziyyətim bununla bağlı. Ona görə də orada da eyni şəkildə araşdırılır və çox adama da bu günlərin mənfi cavab verilir. Və çox vaxt fikirləşirlər ki, yox bu günlərin faizli bankların nəzdində banklar pəncərə açıb bu şəkildə. Yox, o ayrıca da açılsa, mən Türkiyədə də gedirəm. Türkiyədə nəyə görə bu günlərim, bax bu günlərim Türkiyənin özündə 40 ildir orada İslam bankçılığı var, 43 ildir. 43 il. 43 ildir. Bu 43 ildə hələ ümumi bazarda 9% gəlir. Yəni bu o deməkdir ki, bu günlərin bazarda, məsələn deyək də, 100 dənə məsələn insanlar pul götürsə, onun 9 manatını, 9 lirəsini İslam bankasından istifadə edir. Qalan 91-ini faizli bankasından istifadə edir. Çox üzr istəyirəm, çox əla nöqtəyə gətirsiniz müəllim. Onda bir sual yaranır ki, məsələn siz iqtisadi resursların öyrənmə mərkəzi kimi belə bir araşdırmanız varmı ki, bu 9% məsələsi diqqətimi çəkdi və Azərbaycanda elə bir statistikanız varmı? Nə qədər dindar var ki, qatı dindar
İslam bankı olmadığına görə klassik bankın, ənənəvi bankçılığın xidmətlərindən istifadə eləmir. Amma hansı ki İslam bankı olsa, bu bundan istifadə eləyər. Belə Bəli. bir tədqiqatınız var. Bəli, bizim tədqiqatımız var. Elə bir tədqiqat aparmışıq. 1000 dənə sahibkar arası tədqiqat aparmışıq. Aha. 1000 sahibkar. Deməli, araşdırmalarımda çox maraqlı məsələn elədir. Yəni ölkədə bu günlərin 97% insan özünü müsəlman sayır. Yəni bu günlərim siz də mikrofon götürün, gedin yolda kimsə saxlasanız ki, dinin nədir? Heç kəs burada deməz ki, məsələn mən xristianam və ya da məsələn. Ola bilər nadir halda. Hamı deyəcək müsəlmanam. Və dini komitənin də orada biz araşdırmada əsaslanmışdıq, onların göstərdiyi ki, bunlardan 15% qədəri dinin qaydalarına riayət edir. Rituallar, namazını qılır, oruçdur məsələn. İndi bunu da götürəndə də hələ yarısından da az da ehtimal var ki, bunun ümumilikdə 6%-də daha ciddi riayət oluna bilər. İndi araşdırmada biz sual qoymuşduq orada ki, yaxşı, bax bu ənənəvi banklar var da, bu bilirsiniz bu haramdır, qəbul edirsiniz də deyir, hə. Yaxşı, bundan istifadə edirsiniz, yoxsa yox. Təsəvvür edin ki, 1000 sahibkardan. Mənim özüm də eləmişdim. Mən də sorğuya zəlb eləmişdim. Eləmişdim. 320-si. Yəni bu nə deməkdir? Deməli bu 1000 sahibkar demək o demək ki, bu gün bütün ölkənin sahibkarların fikrində bu belə deyə də düşünə Rəqəm bilərik. olaraq. 32%. 100-dən elə 32 nəfər. Aha. 100-dən 32 nəfər deyir ki, deyir mən də haram olduğunu bilirəm, həm də eşitmişəm ya da bilirəm də deyir. Amma da məcburiyyətən gedib götürürəm. Biri mən. 32 biri mən idi. Məcburiyyətən deyir gedib götürürəm. O məcburiyyətən deyir götürürəm. Yalnız 20% yaxını var idi ki, onlar deyir ki, biz ənənəvi bankçılıqdan istifadə eləmirik. Banklarla da söhbət eləyəndə də, araşdıranda da onlara gündəlik gələn zənglər var da. Bunlar zəng edirlər müştəriyə, təklif edirlər də kreditlərini. Çoxsu deyir ki, yox istəmirəm. Deyir, niyə göstəmirəm? Deyir, yox, mən də əqidəmə görə istəmirəm. Və bəziləri də müraciət edirlər, deyirlər ki, mənə sizdə bu İslam şəriətini verə bilərsiniz, o da faizi poza bilərsiniz. Təxmini də onların hesablamalarında bizim rəqəmə yaxın düşürdü ki, yəni bu qədər ayda müraciət edənlərin orta hesabla bu faizə qədəri, o da 20-dən az idi, 10% yaxını. Yəni sırf İslamın bir həssaslıq göstərirdi. Yəni ya bunlar təqdim edəndə istəmirdi, ya da ki belə İslam məhsulu axtarırdılar. Yəni bu onu göstərir. Amma bizim də hətta araşdırmada da bir dənə araşdırmamız var idi ki, yəni açılsa İslam maliyyəsi, sanki bu gün bankçılıq açılır. Hətta biz bu 2002-də tədqiqatçılarımız demişlər, yəni tədqiqatımızda vardı bizim İqtisadi Resurslar Verməsi Mərkəzi olaraq. Bu, yəni ümumilikdə bazarda 800 milyonla 1 milyard arası olacaq. Yəni 2-3%. 2-3%. Bəli, 2-3%. Yəni bu günlərin məsəl üçün artıq başlayanda çoxları dedilər belə, elə banklar da biz dedilər, valla o sizə zəng eləyənlərə çox da şey olmayın da. Yəni bu bum kimi gələcəkdir. Amma o ondan rəqəmə keçən deyil. Çünki biz araşdırmalarla, illərlə bu sahədə işləyirik deyə əhalinin altda İslam bankçılığı deyəndə maliyyəsi nəyə düşündüyünün azdan çox da xəbərimiz var. Biz bilirik ki, onlar orada eşidən kimi ki, təzə necə deyərlər, bu da gəlib əvvəl kimi verəcək, sonda o qədər pulu demək, o qayıdıb gedəcək deyə. Ona belə deyək, o müftə pul axtarırlar da bəziləri. Və valla indi mən sizə deyim ki, zəng eləyənlər var, orta hesabla baxırıq da 10 nəfər bizə müraciət edən var ki, məsələn, biz İslam maliyyəsi istəyirik, bax, biz gündəlik bizim şeyimiz var da, nisbəti. Bunun arası 60 var, deyək ki, 6-sı, yəni sırf istəyir buradan pulu ki, geçsin o birisi bankada kreditini bağlasın. Çox maraqlıdır. Bəli. Deyirəm, mən buradan mənə pul verim, mən gedib kreditini bağlayayım. Çox maraqlı. Refinans kredit kimi. Bəli. Yenidən maliyyələşmə. Yəni zəng eləyirlər, deyirlər ki, nə var, nəylə bağlamalısınız? Deyir, orada mən də pul verirlər, deyir, mən pul istəyirəm. Deyir, pul verim, axı belə alıb. Yox, deyir, mən pul verim, mən də başqa yerdə deyir, bankda borcum var, deyir, onu bağlamaq istəyirəm. Aydındır, aydın. Çox maraqlı statistika, maraqlı tədqiqatlarınız var. Həqiqətdə qızıldan dəyərli informasiyalardır. Müəllim, təşəkkür edirik. Bəs ümumiyyətlə belə deyim, Azərbaycanda İslam bankçılığı tətbiqi hansı mərhələdədir? Mövcud qanunvericilik bazası necədir? Tənzimləmə necədir? Nə düşünürsünüz? Ümumiyyətlə sizcə Azərbaycanda İslam bankçılığının tətbiqi pəncərə modelində qalmalıdırmı, yoxsa ayrıca bank kimi İslam bankları mı yaradılmalıdırmı? Məsələ bundan ibarətdir ki, bax bu günlərim indi hal-hazırda 2 bankda artıq İslam bankçılığı tətbiq olmağa başlayıbdır. Yəni belə deyək ki, bu banklardan birində murabah məhsulu, birində isə murabaha məhsulu. Yəni bunu deyək, sahibkarlara, kiçik orta sahibkarlara xammal və avadanlıq verir. Bir də
əhalidən əmanətləri ortaqlıq şərtinə qəbul edirlər. 2025-ci dekabrında Mərkəzi Bankın verdiyi müvafiq icazə. Bunlar amma hələ tətbiq olunmuş sınaq rejimidir. Birinci sınaqdır. O sandbox rejimi, xüsusi tənzimli rejimi çərçivəsindədir. Amma Mərkəzi Bank tərəfindən bu sahədə belə deyək, tənzimləmə üçün qanunverici bazası hazırlanıbdır. Müvafiq dövlət qurumlarına təqdim olunub ki, onlardan sorğular alınsın. İlin sonuna milli məclisə çıxarılıb qəbul olması gözlənilir və orada daha 8, ümumiyyətlə 8 məhsulun, yəni belə deyək, tətbiqi gözlənilir bizdə. Yəni ayrıca qanun kimi, yoxsa təlimat kimi? Yox, təlimat yox, qanunverici bazası kimi. Bazası. Qanunverici bazası. Yəni təlimat Mərkəzi Bank özü də verə bilərdi. Mərkəzi Bankın zaten onsuz da xüsusi tənzimli rejimi təlimat əsasındadır. Amma artıq necə deyərlər, qanun olandan sonra, çünki qanun məcbur edəcək ki, mülki məcəllədə, vergi məcəlləsində, əlaqədə digər, hətta gömrüklə bağlı məsələlər də var orada ki, yəni o əlaqəli şəkildə həll oluna bilsin. Belə deyək ki. Amma burada bir məsələ var ki, sırf ayrıca bank. Bəli, müştərilər də hamıda durur deyir ki, ayrıca bank olsa gələrik. Amma real nəyə göstərir reallıq? Bax, bir günlərim sınaq rejimidir. Sınaq rejimi özündə görsənir ki, əhali aparıb, necə deyir, öz vəsaitini qoymur. Az qoyurlar. Gözləndən aşağıdır. Yəni, etibar eləmirlər. Deyirlər ki, faizlisi 16-da faizsiz olacaqdır. Yəni pəncərə modeli halallığa şübhə yaradır bir növ. Şübhə yaradır, amma pəncərə vadini də sadəcə olaraq bizə nəyi verir? Bazarın nəbzini yoxlamağa. Bəli. Bazarın nəbzini yoxlamağa. Çünki ayrıca bank bilirsiniz də gəlib böyük nizamnamə kapitalı olsun, böyük xərclər olsun. Məsələn, o da satıla biləcəkmi? Məsələn, İslam İnkişaf Bankının büyünə kimi 103 milyon dollar pul veribdi bir neçə banka. Yəni onu elə banklar ilin sonu zorla satırlar. Satanda da şükür edirlər ki, satdıq da. Yəni o qədər pul belə çətinliklə satılır da. Bəli. Məsələ bundan ibarətdir ki, bəli, o bizdə həmişə Facebookda bir şey kimsəsə açanda deyir, halal olsun, bu eləyək, nə necə deyər də, o da həvəslənib düşür, açır, sonra qapını açır, gələn yoxdur. Azdır. Yəni bu Azərbaycan, bəli. Bizim çox maraqlı bir əhvalat yadıma düşdü. Pakistandan bir tərəfdaş var bizə təşkilat, gəlib buraya ki, bir trening verəcəyik. Dedim, bizi gözləyin, indi gəlib biz köməkli eləyəcək, müştərilə görüşəcək. Yox, özümüz adam göndərik, özümüz orada bir nəfər gələcək, sizdə bir ay müştərilərlə görüşəcək, təlimə qrup yığacaqlar. 2 həftə sonra gəlmişik, deyik, 20-yə yaxın adam var qrupda. Dedim, nə yaxşı? Dedi, getdik ondan, dedi, razıyıq, 2 nəfər biz göndərəcək, 1 nəfər biz göndərəcək. Dedim, onda zəhmət olsun, müqavilələr qoyun ortaya, bir də deyin ki, hesaba pul köçürsünlər. Getdi bu bir-biri hamısından danışıb, pul köçürmələr, müqavilə bağlayaq. O 20-dən biri də hamısı imtina elədi. Dedi, bir də sözlü demişdi, deyil. Dedim, bu, sənin üçün dedim ki, Pakistanda öyle, yəni orada deyil, yox, bizdə bir də e-mail yazsın, bir razı deyil, yox. Orada dedim ki, gərək əlində sənədin olsun. Yəni ona görə də, yəni burada, bu baxımdan bəli, yəni sırf pəncərə rejimi nəyə görə yaxşıdır? Bir bazarın nəbzini yoxlamaq üçün, bir mərhələ şəkildə. Onunsa bizdə, yəni pəncərə rejimi, o niyyəti ondan ibarətdir ki, sonda onsa ayrıca bank olsun. Bunu Mərkəzi Bankın səhəri də deyirdi çıxışında. Niyyət odur. Amma MDB məkanda biz bunun təcrübəsini görürük. Bəli. Qazaxıstan götürdü, bütün qanunverici, İslam müharibəsinin bağlı, nə qanunverici lazım, hamısını hazırladı, bir qəbul elədi. Təsəvvür edin, mən rəqəmlərə baxırdım, məhətdə qalırdı. Deməli, dünyada İslam maliyyəsi üzrə bütün qanunverici olan ölkələr içərisində Qazaxıstan ilk onlara düşmüşdü. Maraqlı. Təsəvvür edirsiniz, yəni ki, o qədər bir islahat aparmışdı. Götürdülər, bir dənə ayrıca bank açdılar. Amma bu günlərin biz Orta Asiya deyəndə Qırğızstanla Özbəkistanı deyirik. Yəni o bank işlədi, işləmədi? Yaxşı, gözlənən kimi işləyə bilmir. Şimdi deyirlər, onlar ümumiyyətlə pəncərə icazə vermədi. Deyirlər, ayrıca bank olacaq. Nəticə uyğun olmadı. Ona görə də, amma bu günlərin Özbəkistan ondan daha böyük işləyir. Qırğızstan daha böyük işləyir. Ona görə də, yəni burada yanaşma bizdə də, o dediyimiz kimi də, o auraya yox, euforiya yox, real görə bir baxaq görə bu nə oturacaq, görə kimdir gələn qapıya? Ona uyğun hərəkət eləmə. Ən optimal qərarlar həmişə statistikaya söykənən qərarlar verir. Deyir ki, deyim var, deyir, mən yalan danışa bilərəm, rəqəm yalan danışmaz. Bəli.
Tamamilə doğrudur. Bax o rəqəmlər yaranı danışmır heç zaman. Ona Bəli. görə rəqəmlərlə verilən qərarlar həmişə ən doğru qərarlar olur. Tam bax, çox gözəl dəstəkləyirəm. bir şey toxundunuz. Bax indiki gündə mən bu təbliğatda da həmişə deyirəm ki, bir şey diqqət edək. Bax bu günlərim o günlər məndən soruşurlar. Deyirlər ki, gəlin təbliğ eləyək ki, bax İslam maliyyəsi açılır, bankçılıq açılır, daha ucuz, asan vəsait əldə etmək imkanı olur da. Deyirəm bax biz niyə insanlara yanlış məlumat verək? Doğru. Bax var faizli mənbələri, var İslam maliyyə mənbələri. Axı bugünkü İslam maliyyə mənbələri həmin faizli mənbələrdən ucuz deyil. Bəli. Yəni ona görə biz araşdırmalarda onu üstünlük veririk ki, ay qardaş, sənin bura gələcəyin bugünkü gündə istəyəcəyin bir şey sırf şəriətə uyğun yaşamağın, İslam'a uyğun olmağındır burada bu günlərin. Çünki hələ bazar o şəkildə inkişaf edəməyibdir ki, hər hansı məhsul rəqabətdə ucuz olsun. Yəni çünki faizli sistem o qədər inkişaf edir ki, orada ucuz məhsullar, elə məhsullar var ki, orada burada onu şəkildə ucuzlaşdırmaq olmur. Ona görə də bugünkü gündə hələ ki belə deyək də bu sahə meyl ola biləcək insanlar halal mənbə axtarır. Ona görə də bu günlərin biz ona deyirik ki, alternativ bank deməyik buna. Bu faktiki olaraq bank bütün bazarı ki tutubdur. Biz bazardan kənar qalmış insanları ora toplayırıq. Bəli. Çünki bazardan qalan kənar qalmış insanlar toplanandan sonra, bazar ki inkişaf edəndən sonra bəli bu birisilər də artıq müqayisə edəcək ki, hə, mənə bu sərf edir. Amma bugünkü gündə sərfəlilik baxımından müqayisə ilə o belə deyək də çox vaxtı hələ ki rəqabəti uduzur. Tam razıyam, tam razıyam. Hətta bu mən deməyə məcbur oldum ki, çünki bir dəfəlik anlayış yaransın ki, o faizli banklarından burada gəlib necə deyərlər, yəni ucuz və ya aşağı bir şey. Bura gəlirsəniz hələ azdan üçün gəlirsəniz. Bəli, hamı üçün açıqdır. Bəli. Amma burada sırf sənin birinci növbədə İslamı o 24 saat yaşama hissin olmalıdır ki, gəlib bu şeydən istifadə edir. Biz də səni o şəkildə aparmaq istəyirik. Sözünüzə qüvvət kimi bizim bir Türkiyəli təlimçimiz var, onunla danışanda deyir, mən eyni zamanda Katlın banklarında da təlim verirəm, klassik banklarda da. Osman Çələbidir. Hə, deyir ki, bankın bir özü orada iri bir sahibkar qayıtdı dedi ki, mən hər iki bankın müştərisiyəm, amma qənaətə gəldim ki, mən klassik bankla davam edəcəm, çünki Katılım bankında, İslam bankında xərclər, masraflar daha çoxdur. Ona görə klassik bank sərfəlidir. Qoy mən klassik bankla davam edeyim, tövbə qapımda açıq qalsın, axırda da tövbə eləyərəm. İndi faktiki bizim azanda belə bir şey də olub. Məsələn, bir müştəri var idi, klassik bankdan istifadə edirdi. Yəni, sonra da İslam Maliyyə Bankından vəsait götürübdür ölkəmizdə. Bəli. Amma o sonra məsələn öz fikrində də mən faktı gördüm ki, o İslam maliyyəsindən əldə elədiyi vəsait əslində ona faizli bankından baha başa gəlmişdi. Bəli. Baha başa gəlmişdi. Yəni pulla ölçəndə o deyək ki, faizli bankda qalması onun üçün daha yaxşı idi də, məsələn deyək ki, maddi baxımdan. Amma o deyirdi ki, məsələn mən burada artıq deyir, elə bilirəm ki, dinimi tam yaşayıram. Bax bu müştəri artıq ödəyibdir. Bax bu müştəri üçün daha uyğun indi. Bax, ona görə əslində biz bir mifləri dağıtdıq ki, bugünkü elə o mahiyyə, bizim də mahiyyəti o mifləri dağıtmaq ki, mən İslam bankından 10.000 alıb 10.000 qaytaracağım deyə bir mif yoxdur. İzləyicilərimiz yəni bu suala hesab edirəm cavab tapa bildilər. Qısa olaraq da İslam maliyyə məhsulları haqqında Ruslan müəllim, müşakara, sukuk, izara, nə bilim, mudaraba və s. bunlar barəsində. Qısaca bir üstündən keçim. Mudaraba odur ki, yəni bir tərəfdə əmək var, bir tərəfdə pulu olan kəs var. Yəni onlar birləşirlər, pul olan kəs bunun necə deyirlər, işinə pul qoyur, bu əmək olan kəs də bunu idarə edir, qarşı tərəfə pul qazandırır, arada sonunda bölürlər. Bu ortaqlıqdır. Mudaraba ortaqlıq. Müşaraka o da ortaqlıqdır. Burada isə ikisinin də pulu olur. İkisi də pul qoyub bir iş görürlər. Məsələn, ikisi də pul qoyub quşçuluq fabrika açırlar. 50-50, biri də 1 milyon qoyur, o da 1 milyon qoyur. Biri 10 min qoyur, o da 10 min qoyur. Bu şəkildə. Məsəl üçün, alət var istisna. Layihələr var, proyektlər var, o proyektlərin maliyyələşdirməsi üçün. Var salam aləti. Salam aləti, məsələn, əvvəlcədən bir kənd təsərrüfatında hər hansı bir sahə pul yatırılır, kəndli onu istifadə edir. İlin sonunda həmən becərdiyi məhsulu həmən ona pul vermiş şəxsə satır. Şəxsin özünə satır. Çünki əvvəldən necə deyərlər buna salam alətinə vermişdi. Var bundan sonra murabahanı dedik. Zaten yəni bu ən çox bizdə indi istifadə olunan murabahadır. Bundan başqa var məsəl üçün deyək ki, təkafül
Sığortadır. Bir gün azcanda da artıq var bu, yəni istifadə olunur. Yəni sığorta da bundan ibarətdir ki, ənənəvi sığorta fərqi odur ki, yəni insanlar bura deyək ki, sığorta olunmuş bir şey pul qoyurlar ümumi bir şəkildə. İlin sonunda o pullar deyək ki, hər hansı bir hadisə baş verirsə xərclənir, bir hissəsində o sığortanı idarə edən götürür. Təzədən pul qalıbsa növbəti dövrdə o nisbətdə həmin o pul qoyanlara deyək ki, məsələn 50 manat sığorta haqqı ödəməmişdi, onlara o dərəcədə endirim edilir. Bu dəfə 50 manat vermişik, yəni 30 manat edəcək. Yəni bu bir növ, yəni belə deyək də, həmin o sığorta edənin də özünü təşviq eləyir. Bəli. Tavarruk haləti də var. Tavarruk haləti və tavarruk halətində bizim azdan üçün biraz qəribə görsənər. Amma məsələn gedirsiniz, məsələn bu üst tərəfi budur da, məsələn sizə 50 min lazımdır, 50 min manat pul götürürsünüz. Bir ildən sonra 50 min üstündə necə deyilir 60 min manat pul qaytararsınız. Yəni pul, nağd pul lazım olduğu zaman götürülən bir alət, tavarruk haləti. Ondan sonra sukuk, sukuk qiymətli kağızlardır. Alətidir, məsələn belə deyək ki, o da sırf belə deyək, bu istiqrazlar haramdır axı. Burada isə sukuk vasitəsilə siz bir şeyə həm ortaq ola bilirsiniz, həm necə deyək, icarədə iştirak edə bilirsiniz və bu şəkildə bir alətdir. O qiymətli kağızlar. Amma qiymətli, yəni siz o pul qoyduğunuz zaman sizə kağız verilir ki, siz bu sukukda iştirak edirsiniz. Orada əldə olunan gəlirləri siz artıq icarəyə görə və ya da məsələn ortaqlığa qoymusunuz, o nisbətdə pulunuzu alırsınız. Sonra icarə, İslam icarəsi var. İslam ənənəvi icarə məsələn belə deyir, caiz sayılmır. Hası icarə sayılmır, caiz sayılmır. Bu birlikdə icarə iki cür var. Bir var əməliyyat icarəsi var, lizingi var, bir də ki maliyyə lizingi. Maliyyə lizingi İslamda da var. Məsələn, maliyyə icarəsi sizə icarəyə verilir bir şey, maşın, deyək ki, hər ay 10 min ödəməklə. Sonda isə ayrıca sizə müqavilə bağlı o şey sizə satılır. Siz maşın əldə edirsiniz. Yəni icarə haqqını ödəyirsiniz, sonra da maşını almaqla bağlı müqavilə bağlı maşın əldə edə bilirsiniz. Musiqat var, məsələn meyvə bağlarla bağlı. Ondan yəni cürbəcür, yəni alətdə sonra kredit kartları var, dediyim kimi qarz həsən. Məsələn sizə mağazada məsələn kart isə verir, şey belə deyək də özünüz üçün məsələn müəyyən bir limitlərlə pul götürürsüz. Xərcləyirsiniz, məsələn deyək ki, mağazada, orada, burada şəxsi istehlak üçün həmin xərclərin nisbətən də pul qaytarırsınız. Əlavə üzərindən pul, yəni siz ödəmirsiniz, yəni ki, kredit kartı. Onu beləcə nağd şəkildə də götürə bilirsiniz. Yəni banka gəlirsə mənə 3000, 4000 verginə, amma o da deyir ki, məsələn daha sadiq müştərilər üçün həyata keçir. Vakala var, məsələn alətidir, məsələn deyək ki, maşallah nə qədər havala var. Yox, maliyyə ələtləri çoxdur. Yəni çox imiş. Belə deyək. Çox elə adlar var ki, mən birinci dəfədə eşitdim. Yəni baxmayaraq ki, elə sizin sayənizdə 2016-dan bundan mən də məşğulam. Müşərəkə mutanasika var, ondan sonra məsələn də ipotekası, o tam başı müşərəkə mutanasika o da var. Yəni belə deyək, alətlər, yəni bir nərin İslam maliyyəsi bizə nətəvəsi gəlib çıxıbdır. Bir nərin ənənəvi banklar məsələn nə verirlərsə və ya da maliyyə institutları nə verirlərsə, İslam maliyyəsində ona oxşar yox, yəni İslam halal yoluna aşağı yuxarı hər şey hazırlanıb ki, da cəmaət ora getməsin də. Yəni haramın halal alternativləri düzəlir. Bank garantisi var. Bank garantisi də var, garanti. Yəni ki, kağızı da verir. Ona kimdə var? Maşallah. Əla, əla. Ruslan müəllim, baxın bir gənc izləyicidir, məsəl üçün oturub ekran qarşısında, bankirdir, bankda, nə bilim, kreditdə işləyir və s. Amma dini baxışına görə bu bankda işləmək istəyir, amma İslam bankında. Nə məsləhət görərdiniz ona? Ümumiyyətlə keçid eləməyə, özünü bu sahədə yetişdirib, gələcəkdə İslam bankçılığı mütəxəssisi kimi karyerasını keçid eləyə bilərmi? Keçid eləyə bilərsə bu hansı çətinliklə rastlaşa bilər? Tövsiyəniz nə olar? Nədən necə başlasın? Məsələ bundan ibarətdir ki, ümumiyyətlə bank sektorunda işləmək istəyən insanlar, məsələn biz təcrübələrə baxaq da, Türkiyə təcrübəsində, bizim azında artıq yaranmış təcrübəyə baxaq. Türkiyə təcrübəsində məsələn biz görürük, bir nəvə İslam banklarında işləyənlərin aşağı yuxarı demək olar hamısı ənənəvi banklarda, faizli banklarda işləmiş adamlardır. Yəni İslam bankında işləmək üçün gərək bank təhsilin olmalıdır. Yəni ən azından maliyyə, birinci ali təhsilin heç olmasa maliyyə olmalıdır. Çünki orada maliyyə əməliyyatlarına gedir. Burada iki cür yanaşma var. Burada əslində bir şey. Əgər şəriət mütəxəssisi olmaq istəyirsənsə, şəriət mütəxəssisi. Şəri mütəxəssis olmaq istəyirsənsə, mütləq oxumalısan belə deyək də, sırf İslam bir təhsili verən universitetlərdə sırf şəriət yönümlü.
Yəni çünki orada hər Hə, termini yəni bankda bilməlisən. şəriət məsələn bəq elə o məsələdə ortada qaldı şəriət komitəsi. Bəli, Onun funksiyası Şəriət nədir? komitəsinin Məsələn, belə onun yeri gəlmişkən mütəxəssisi qeyd məsələn belə deyək də bir bankda məsələn deyək ki də 2000 işçi varsa, bunlar İslam bankında işləyirlərsə, onun cəmi 3 dənə işçisi şəriət mütəxəssisi olacaq. Ona görə də orada gedib çox da şey demir. Çünki orada 3 nəfər adam gəlir, iş yeri vakansiya olacaq. Amma bir də var ki, məsələn 1500, 2000 yerin vakansiya hara, o hara. Ona görə də maliyyəçi kimi yetişmə, banki kimi yetişmə daha yaxşıdır. Yəni şey, çünki İslam bankını bilən adam bilmək üçün yəni mütləq ənənəvi bankçıda bilmək lazım. Mən şəxsən məsələn belə deyək də öz bakalavr təhsilim maliyyəçidə özümdə. Həmişə orada baxırdım ki, bugünkü günə gəlib aydınlaşırdı. İslam bankını azdan çoxdan öyrənmək üçün bugünkü günə tam hər şey bilən deyə qorxuram demək. Çünki öyrəndikcə qorxuramışam. Görürəm o qədər dərindir. Elədir. Şeydir, ümumiyyətlə uzun başını tutmaq olmaz. Bu gün də məni lap qorxutdunuz. Yəni özüm bir daha belə deyək də, qorxmuşam deyə qorxulan bölüşəndə. Belə deyək ki, və orada nə görürəm, deməli baxıram ki, deməli İslam maliyyəsini anlamaq üçün ümumiyyətlə ənənəvi maliyyəsini daha yaxşı bilmək lazımdır. Bəli. Yəni o digər maliyyəsi ənənəvi biləndən də. Yəni daha çox öyrənməlisən. Ona görə orada oxumağa fikir vermək lazım, təhsil. Heç olmasa magistratura təhsil almaq lazımdır və ya da ondan sonra sertifikat təhsilləri var. Öyrənmək lazımdır. Yəni bir də orada sadə işi götürəndə də bank təcrübəsini tətbiq olur da. Heç olmasa kredi mütəxəssisi və ya nəsə, çünki orada belə deyək də qiymətləndirmələr var, müştəri qiymətləndirmələri var. Hamısını bilmir də. Bunlar necə bankda necə təlib olur, risk idarə olunması və risk menecmenti var. Bunların eynisi də hamısında eyni şeyə gəlib çıxır. Yəni demək istədik ki, üzr istəyirəm, demək istədik ki, İslam bankçılığında iki kateqoriya ayırsaq da şəri məsələlər üzrə ekspert, maliyyə məsələləri. Bəli, maliyyə. Yəni bizə dini savad yalnız şəri məsələ üzrə ekspert olanda dini təhsilin mükəmməl olmağı vacibdir, olmalıdır. Məsələn, çünki o məsələn bəli, burada bax belə bir şey var da, dini təhsil mükəmməl olmalıdır ki, onu gətirib sonra bankın məsələlərini izah edirsən, olur necə deyirlər, bu sahədə peşəkar öz işini bilməyə başlayır. Bankı işin yaxşı bilənə də, dini məsələdə ona lazım olan şeyləri öyrədirsən, o da mütəxəssis olur. Yəni şəriətçiləri gətirin, biraz ona dini işi bankı izah edin. Bu belə deyək də xaricdə bir tədris mərkəzi var, beynəlxalq İslam maliyyəsi üzrə. Bunlardan soruşurlar ki, azcanadan kimi göndərək də bu təhsil almaq üçün. Deyir ki, 2 dənə təhsil var. Ya şəriətçiləri gətirin bura, biz onlara bez bank təhsillərini verək ki, onlar şəhəri qərar verəncə anlayışdırsın. Və ya da bankirləri gətirin ki, bura, biraz şəriət olan izah edək ki, onlar da artıq işləyən zaman işinə aid məsələləri bilsin. Çünki bankda olan adam, məsələn, bu Türkiyədə də məsələn, belə deyək, o günlərin biz indi görüşdükdə gəldilər. Bütün İslam banklarda da işləyən yoldaşlarının hamısı şəri hökm bilmir ki, müştəri gəlir deyir ki, bu hansı hökmə dayanır. İndi o nə bilsin ki, hansı hökmə dayanır, fətva nə vaxt verilir ki, o artıq müamələtdir də. Yəni belə deyək. İndi bizim yaşımız elə gəlib çıxdı ki, biz də məcbur olduq da o ikisini də şey eləməyə. Amma məsələn orada sırf özü hansı əməliyyatı həyata keçirirsə, bu əməliyyatla məşğul olur. Onun mahiyyətini izah etmək istəyəndə tez deyir ki, nömrəsi budur, bizim o şəriət şurası baxır, onlardan alın çağırır. Yəni çünki nəyə görə? Texnik olaraq yetişir. Texnik olaraq İslam aləttini öyrənir. Həmin adam da artıq bilir ki, burada gələn məhsul bu şəkildə verməlidir, bunu bu hesabda otuzdurmalıdır. Bundan bu şəkildə gəlir çıxır, müştəriyə də bunu ötürməlidir. O ait işlikdə olur. Bunun da ait işlikdə var. Yəni ki, kibernetik sahəsində, yəni ona görə də sırf dediyimiz kimi bank sahəsində, yəni biliyi maliyyə sahəsində olmalıdır. Riyaziyyat yaxşı bilməlidir. Bu da riyaziyyat var. Mən özüm təlim keçirəm, baxın, təlim keçirəm. Mən İslam maliyyəsinə giriş adi kursda bir də peşəkar var da bizdə. Bəli. Adi kursda keçirik, görən bir iki dənə rəqəmi hesaplayan kimi qalır. Bizim ikinci, üçüncü dərsdən sonra başlı-başına hesablamalar. Yəni vəsait qoyuldu müdaribə yoluna. Məsələn, Mərkəzi Bankın məcburi depozit tutması var. Ondan sonra deyək ki, sığortalamaya görə hissələr var. Hamısı sonradan gəlirdən sonra tutmadan sonra sonuncu adam əlinə nə qədər pul çıxır. Ona kimi hesablayır. Bəli, hesablamalar. Adam məsələn gəlir ki, mən humanitarı, mən riyaziyyat eləməmişim. Onda bu şeydə yəni. Amma şəriətdə isə, şəriət orada hökm nədir? Şəriətdə riyaziyyatı bilməyə bilər. Çünki orada isə nədir? Sırf banklarda şəri hökm yerindədir. Banklar struktur olaraq hamısı eynidir. Necə ki, bu da o da. İki hissədən ibarətdir. Dəstəkləyici satış. Bəli. Məsələn, dəstək necə olur? Bankda məhsul dizayn olunur. Bəli. Düzdür? Dizayn olunur, rəhbərlik qəbul edilir. Birinci bazar öyrənilir, ona əsasən bir məhsul formalaşdırılır, dizayn olunur, təklif irəli sürülür
Və orada artıq necə deyirlər, komitəyə çıxmalıdır ki, bu şeydir. O komitəyə çıxanda birinci şəriət komitəsinə çıxır ki, bu şəriə uyğundur yoxsa yox. Şəriətə uyğun baxır ki, bu yol ki var, metod yəni. Halalda, haramda o şeyə baxır şəriətə. O təsdiq edəndən sonra o məhsul bazara çıxır, yenə də satışı görür, yenə də marketi, reklamını görür. Şəriət orada. Bir də əməliyyatda ki, həyata keçmir ay ərzində məsələn. Bəli. Əməliyyatda müqavilələr bağlanır. Necə ki biz müqavilə bağlanır, hüquqşünasa göndəririk. Bəli. Bu da bir dənə hüquqşünasında şəriətçidir. Hüquqşünas gəlib baxır, deyir ki, hə bu da qanuna uyğun budur, mülki məcəllənin bu da pozur. Bu da şəriətçi baxır ki, EF-in standartını bu da pozur. Burada yəni ki, orada Təşəkkür edirəm İslam Bankı deyəndə belə qeyri-adi bir şey fikirləşmək lazımdır. Demək olar ki, hamısı eyni strukturlardır. Sadəcə olaraq orada hüquq da, yəni İslam hüququdur. Yəni necə ki hüquqşünas buna baxır, o da İslam hüququna baxır. Belə də hüquqa baxır. Hüquq o departamenti keçir. Adını qoysa bəlkə belə dəyərsə, Şəriət Hüquq Departamenti də asan olsun ki, Hüquq Departamentidir. Ay sağ olun. Çox sağ olun. Çox gözəl, sadə izahlarla möhtəşəm. Hər zamanki kimi möhtəşəmsiniz. Çox sağ olun. Hesab eləyirəm ki, artıq bu verilişimizdə izləyicilərimizdə İslam bankçılığı haqqında həm istəyir karyera baxımından bir fikir formalaşdı, istər xidmət baxımından, yəni bankirlərin ekranıdır, bankirlər özü də bir qərar qəbul etməkdir, gələcəkdə qərar qəbul etmələr üçün də faydalı oldu. Ən azı bu sahədə hansı istiqamətə yönlənməkdən əlavə bu Azərbaycanda bankçılığın inkişafı hara gedə bilər, necə gedə bilər, özləri bir qərar qəbul eləyəsirlər. Dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun, təşəkkür edirik və son izli olaraq izləyicilərimizə qısa tövsiyəniz. Qısa tövsiyə, elə o ürəyimdə qalmışdı, dedim deyim, bu təhsili sonuna gətirib çıxarım da. Yaxşı, bankı zaten maliyyəni oxudu və İslam maliyyəsi. İslam maliyyəsi üzrə sertifikatlaşma proqramları var. Həm indi ölkə daxilində, həm də beynəlxalq sertifikatlar var ki, EF sertifikatları, proqramları ki var. Yəni onların alınmasına cəhd göstərmək lazımdır ki, çünki onları alınan zamanda təhsil almaq lazım olur, öyrənmək lazım olur. Artıq orada necə də sertifikatı əldə edən bir şəxs də belə deyək ki, o gələcəkdə bu İslam bankçılıq sahəsində işləmək imkanı olacaq. Çünki Mərkəzi Bank artıq sertifikatlaşmanın üstünə düşübdür və çox güman ki, bu sertifikatlarda İslam bankçılığında da maliyyəsi tələb olunacaqdır. Ona görə də adicə sertifikat proqramlarına getmək lazımdır. Çox sağ olun, təşəkkür edirik. Hörmətli izləyicilər, bugünkü verilişimiz İslam bankçılığı mövzusuydu. Fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Əgər növbəti verilişlərimizdə hansı sahə üzrə qonaqları efirimizdə görmək istəyirsinizsə, şərhlərdə bölüşün. Növbəti efirlərdə görüşmək dileğiyle. Sağ olun.